Bu səfər sizə D vitamininin yüksək dozda olmasından danışım, yəni artıqlığından, hipervitaminoz olmağından danışım. Çünki dəfələrlə postlar paylaşılır D vitamini çatışmazlığından. Amma mən istəyirəm diqqətimizi yönəldim başqa bir tərəfə. Müayinə elədiyim pasientlərin içində son dövrlərdə statistik olaraq körpələr arasında daha çox müşahidə edirəm. Yuxusuzluqla müraciət edən körpələr, qusma ilə müraciət edən körpələr, hansı ki yeməyi dəyişirik, qusma yenə davam edir. Yuxu dərmanı veririk, heç bir effekt ala bilmirik. Yəni bir sıra nevroloji tədbirlər də görürük, müayinələr, konsultasiyalar keçirik, amma dəyişiklik görə bilmirik. Və sonda qərara gəlirik ki, D vitaminini ya kəsək, ya valideyn dozanı normadan artıq verir, damcı formasında yazırıq. Hansı ki bir damcı yazırıq, valideyn onu 2-3 damcı verir və yaxud da biz hansısa bir marka növünü təyin edirik, o fərqli bir marka növünü alır, onu onunla bərabər tutaraq və sonda qərara gəlirik ki, uşağın qanında vitamin D-ni yoxlayaq və nəticə olaraq D vitamininin qanda normadan yüksək olduğunu müşahidə edirik və bu hipervitaminoz D-dir. Əziz valideynlər, bütün vitamin D markaları eyni deyil. Bütün vitamin D-lərin tərkibinin bir damcısında eyni təsir vahidi yoxdur. Ümumdünya Səhiyyə Təşkilatı və Amerika Pediatriya Assosiasiyasının verdiyi məlumata əsasən vitamin D-nin bir damcısında 400 təsir vahidi olmaqla 1 yaşına qədər uşaqlara bir damcı, yəni 400 təsir vahidi verilməlidir. Bu o demək deyil ki, siz bütün vitamin D markalarını bir damcı verməlisiniz. Və 1 yaşından böyük uşaqlara isə biz 600 təsir vahidi bir damcıda olmaq şərti ilə, bu da o demək deyil ki, istədiyiniz markanı bir damcı ilə 1 yaşından böyük uşaqlara verə bilərsiniz. Çünki elə vitamin D markaları bazarda var ki, onun bir damcısında 1000 təsir vahidi var. Elə vitamin D markası var ki, onun bir damcısında 1500 təsir vahidi var. Hətta elə vitamin D damcısı var ki, onun bir damcısında 130 təsir vahidi var. Və buna əsasən biz vitamin D-nin damcı sayını düzgün marka seçməklə və həkim tövsiyəsi ilə təyin edirik. Bu halda biz nə hipervitaminoz, nə də hipovitaminoz halı yaşamış oluruq. Və nəticədə uşağımızda nə yuxusuzluq, nə ürək bulanma, nə qusma, yəni nə D vitamini çatışmazlığı, nə də yüksək doz əlamətlərini müşahidə etmiş oluruq. Bu baxımdan çox xahiş edirəm, diqqətli olun, D vitamininin yüksək dozada verilməsi övladınızda geri dönməyən bəzi dəyişikliklər verə bilər, hansı ki bunlardan biri də böyrək daşı xəstəliyidir. Həkiminizdən tövsiyə almadan vitamin D-ninizin markasını və dozasını dəyişməyin. Övladımın dişi gec çıxır, gec gəzir, əzələsi zəifdir, ayaqları boşdur. Bu halı əsas tutaraq öz başına vitamin D-nin dozasını qaldırmayın və öz başına markanı dəyişməyin.